ömrü boyu bir dəfə məsələn evdə bir şəriət kitabı olmayıb, bir dənə deyəsən Allaha aid bir dənə məsələn risalə kitab ola, bir dənə ilahi bir dənə belə da bir yazılmış qəzet də yoxdur evdə. Hardan örgənib bilmirsən, amma yaxşı məsləhət verir. Görsən gəlir o da. Hamı düşür görsən onun məzlumun üstünə. Hər kəs, "Avala sən niyə toya getmirsən? Sən də qoşuldun filan kəslərə, sən də Vəhabi oldun." Birinci Vəhabidən başlayırlar, sonra gəlirlər bu tərəfə. Nələr? Daha buna vurulmayan damğa qalmır. Allaha and olsun, bunlar qəribdilər o qohum əqrabanın içində. Bunlar o şəhərində, məmləkətində qəribdilər. Hər kəs yaxşı məsləhət verir, amma düşünmür, bunu cəhənnəmə gedən yolda bu tələsdirir. Bunu cəhənnəmə aparır bu. Necə olur? Bax, bir dənə valideynin, övladın ən bax elementar bir yerini əli kəsilsin, ayağı kəsilsin. Məsələn də elementar bir yerindən əziyyət çəksin övlad, valideynin ürəyi ağrıyır buna. Necə razı olur o valideyn ki, onun gözü qabağında övladın cəhənnəmdə yandıralar? Necə razı olar o qohum əqraba ki, sənə mənə cəhənnəm canı yanır, sənə mənə məhəbbəti var, amma bizi cəhənnəmə gedən yola dəvət edir. Baxın görürsünüz, bunlar başa düşməməzlikdir.